Başlayaq inşallah. Əlindəki kokteyl neçədir? O gün də qaynatam zəng edir ki, hardasan? Deyirəm, harda olacam? Qulluğunda. Axşamınız xeyir, necəsiz? Keyfiniz, əhvalınız necədir? Dünənləri yanıma bir 19 yaşlı gənc gəlib deyir ki, atam məni döyür, depressiyadayam. Çox pis oldum. İkinci partiyada mən onu döydüm. Adam atasını bagaja qoymaz. Çəkil, mən də düşünürəm. Riyandır. Murat, bir dənə sağlıq demək istəyirəm. Deyir, atan kasıbdırsa, o sənin problemin deyil. Amma qaynatan kasıbdırsa, sən təmiz loxsan. Hüseyn, Aha, olarsa papa deyim. istəyirsən mama dinə. Necəsən? Deyir, dili uzun olanın maşını da təzə olur ha. Bayaq biri zəng eləyibdi. Deyir arvadımın paltarının qiymətini soruşmusan. Deyirəm, icazə alıb çəkmişəm də. Bugün Elgis kimiyəm. Cəmaət ağlaşsa da, dərdini danışsa da, ancaq mırtdaşmışam. Sən arvadın intervyu verəndə bəyəm bilmirdi ki, bu evdə əri var. Xoş bilirsən nə üçün yeyirəm bu kruasanı? Çox repersk şirniyyatdır da. Özü də az rep. Bax, çöldən baxırsan, çox evropeyskidir də. İçi də underground. Bax. Qapqara. Konkretni Qara Qarayev stansiyası. Deyir qardaş, bəs sən məni səhv başa düşmüsən. Video çəkdiyin mənim birinci yoldaşım idi. İndi evdə ikinci yoldaşım var, videonu görübdü. Səhərdən mənim başımı xarab eləyir ki, bəs sənin birinci arvadın nətər yəni məndən bahalı giyinə bilər. Bu bütün günü bu trenddə olan pingvin gəlmişdi keçən dəfə yanıma. Gəlib mənə deyir ki, İkinci yoldaşı ilə bir dənə qəşəng paltarın neçəyli videosu çəkim. Deyir qəşəng giyindirəcəm, keçindirəcəm, bahalı. İstəsən qiymətlərini biraz da baha desin. Hörmətimi də eləyəcəm. Səni deyə bilmərəm. Mən birinci dəfə qaradərli görəndə gitməyə qarşı. Mən deyirsən? Çəkil, ora keçmə. Gəl bura. Hala evdəkilər də başımı xarab eləyib bütün mənə ki, açan tərpənirsən. Hala böyük var, kiçik var. Mən necə izah edeyim olar ki, mən hər axşam tərpənirəm. İndiki oğlanlarda heç o deyil. Biri ilə getmişəm kofe içməyə, o da sifariş eləyir. Mənə latte mindalinam, gluten free. Sonra da deyir ki, hesabı 50-50-yə bölək. Sənin də petuq olmağın 50-50-yədir. Hara baxsan? Aşağı. Boş söhbətdir o. Doğrudan, məndə elə deyil axı. Məndə doğrudan. Doğrudan ne sənə də tez-tez bezdirirlər o sualla. 3 dənə bambul var arada mənim başımı xarab eləyir. Nə deyirlər? Çıxar görsən. Çıxarmaya ehtiyac yoxdur, Hüseyn. Brom, kruasanla azrepin bir dənə fərqi var da. Kruasanın içinə şokolad qoyurlar. Azrepin içinə bu küçədə qızların arxasıca danışan, onlara söz atan oğlanların əsas problemi bilirsiniz nədir? Daxili kompleks. Bu nədir Allah? Azrepdə vəziyyət çox pisdir. Özdə treklərə qoyub, yəni kliplər biabırçı günündə də. Bir dənə trek yazır qaqam. Bir dənə üzr istəyirəm. Gelib bir dənə tülək videoqraf tapır. Risk zəng gelir, paparazzi 2-3 dənə lüt qız tapır. Sonra gelir Tuma, mama lambardından çıxardır sepləri, taxır boynuna. Oradan bir dənə piyada düşür. Girir Nizami kinoteatrında Vasif dayı var. 3-4 dənə fake dollar çıxardır. Sonra qardaşlardan 5 manat, 3 manat yığır zəng gelir ki, Rövşən, papanın maşın qarajdadır. Bir dənə klip üçün qarajdan maşın çıxarda bilərsən. Bu elə bizim kruqdur ya. Gör indi o birisilər nə gündədir. O deyirlər ki, qardaşın Afrikada falan yeyir. Hə. Bax o heç kimin qardaşı deyil. O elə Qardaşım, nə? sən niyə tərbiyəsiz danışırsan? Tərbiyəsiz özün səni. Tərlan öyrədib sənə. Yox, Tərvan əmi elə şeylər öyrətmir. Yığışdırın, denən Tərlan əmi yığışdırsın o kuklaxananı. Hə. Tutamırsan, sən böyüyünə belə danışırsan. Sən bilirsən mənim neçə yaşım var? Neçə yaşın var sənin? O sənin Öş, pul yoxdur da Azrepdə. Ətə. Nə pul var, nə yaşayış var. Üzr belə. Bir dənə müsbət cəhət odur ki, qızlar yazır. Canım deyə. Yazırlar, nə yazırlar? Amma orada qaqaşlarda var, qız profil açıb yazırlar. Sən öz profillərindən yazırlar, cavab vermirik. Amma belə qız adı ilə yazan kimi sırası salam, əleykum salam. Necəsə, yaxşısan? Ala belə nəsə maraqlı bir şey axtarıram. Brat, istəyirəm gedim bax kasıb olum. Problemlər boğsun, bax yığsın bura xittəyə kimi, kreditlər, nə bilim alıb, gedib aktyor olacam. O günləri bir dənə fake profil var, Sara. Saraya bax, kimsən sən? O şimdi qaqaşdı yazışır. Nə o yazır, mən yazıram. O yazır, mən yazıram. O yazır. Bilsən hardayıq, düymədəyəm də konkretni. Mənim də futboldan başım çıxmır. Deyirlər bizimkilər 6-0 uduzublar. Millət də elə sevinir ki, hamı deyir play-off, play-off.
Abala, playoff kimdir? O riski qaqaş Nərbi mənə yazdığı gəldi ki, dedi ki, qaqaş mən bəs sənin fanatınam zad belə tutasıda, bəs mən qaqaşam. And ola Allaha, qaqaş mənə necə yazışmışdısa, heç bir qız mənə elə səmimi olmayıb da. Ondan sonra biraz qorxuram. O gün də deməli yasdayam. Molla qayıdıb deyir ki, bəs o dünyada hesab kitab var. Ha, deyirəm molla əmi, bu dünyada hesabı papa bağlayır. İndi o dünyada da bir nəfər taparıq da. İzləyicilər də arada nənəmi soruşur. Necədir nənə? Sağdır, Allah ömür versin. Deyirəm hə, yaşayır, amma ildə bir dəfə ölür. Keçən mama zəng eləyib, nənə yenə ölür. Gələ bilərsən rayona. Dedim amma işim gücüm var, bu dəfə gələ bilməyəcəm. İstəsənsə telefon ver, görüntülü danışım. Qəşəng nənə ilə sağollaşdıq, vədalaşdıq, mənə bütün nəsihətlərini verdi. Dedi, yasımı çəkərsən kamerayla. Deyirəm nənə, sən öləndə mən nə çəkəcəm? Deyib taparsan da, nəsə fikirləşərsən də. Mən də fikirləşdim. Əynindəki kəfən neçəyədir? Ala biz ki arvadla evdə dalaşdıq ha. Sırrazu veşlərimi yığıram, pramo qaynatamı xarabasına. Üstündən bir il keçib, hələ də gözləyirəm. Ala, gəlinlər qaynanaya bilsən nə deyirlər? Erdoğan. O gün işdəyəm, müəllim də deyir ki, mənə atçot nə vaxt göndərirsən? Deyirəm, patsan, mən sənə atçot verməliyəm. Amma bizdə də bu yeni nəsil var da, New School. O günləri oturmuşam evdə görürəm, olur, dank, kimsə direktimə bilsən gedir. Vso, mən getdim, sağ ol. O baxıram ki, bir dənə qaqaş atıb ki, qaqaş mənə dəstək ola bilərsən. O girib bunun profilinə baxıram ki, bu kimdir? Baxıram ki, 50.000 follower var ya. Sonra öz profilimə baxıram ki, 20.000. Götürdüm öz profilimə atdım ki, qaqaş sən mənə dəstək ol. Xiyarsan sən? Kim kimə dəstək olmalıdır? O gün də bir dənə qızla danışıram. Deyir ki, bəs sənə baxanda zaman dayanır. Ala deyirəm o sizdə deyə saat dayanır. Bizim saatımız şveytsarskidir, bunda zaman dayanmır. Ala ay qısı da tərk etmişəm. İyi üçün darıxmışam. Bir də ostura. Yaxşı dostum, getdim mən. Koferizdə ayaladım. Psixoloq olsam da bunları deməliyəm. İndiki valideynlər çox dəymə düşərdilər, uşaqlarını çox qoruyurlar ki, bunları döymək olmaz, söymək olmaz. Amma bizim vaxtımızda belə şeylər yox idi. Misal üçün mən döyülmüşəm də, söyülmüşəm də, normal insan kimi böyümüşəm axı. Atomdur. Dedim sənə atomdur. Küçük. Vırım sənin sağlığına. Qaldıq təkbətək. Canım kurasan. Çətin mənlə xəyal qurasan. Lup! O qonaq gəlirsən ya. Hamını bezdirən uşaq var ha. Yıxılır baş olur. Necə ləzzət eləyir. Bir dənə şeir deyəsən bəlkə. Deyim də. Ay pipi, qan xoruz. Göstəri ver can xoruz. Sonra necə idi? Sən nə tezdən nə edirsən? Səndə də tez durur. Durur. Kimdə durur? Səndə Səndə durmur? görmək istər. Hə, baxaram. Gəl göstərim. Verilişdən sonra baxaram. Gələrsən. Gedib baxım. Gəl. Gedir. Getdik.